Söz bazanı artırmaq sənə də çətin gəlir. Əmin ol ki, sən tək deyilsən. Bunu öyrənmək asan deyil, amma bunu öyrənməyin maraqlı yolu var. Elə bugünkü dərsimiz də bu haqqdadır. Vocabulary dərsinə xoş gəldin. Salamlar. Teacher Ola kanalına xoş gəldiniz. Mən Teacher Ola. Bugünkü dərsimizdə vocabulary öyrənəcəyik. Yəni söz bazamızı artıracağıq. Söz bazasını artırmaq insanlar üçün ən çətin olan məqamlardan biridir. Bunu bilirəm. Hamının başına gəlib, yeni dil öyrənərkən hamımızın yaşadığı bir andır. Amma sözləri öyrənməyi necə etmək olar ki, yaddaşımızda daha yaxşı qalsın. Bugün bundan danışacağıq və buna uyğun olaraq bir dərs keçəcəyik. Deməli, sözləri heç vaxt lüğət şəklində öyrənməyin. Bu, yadda saxlamağınızı çətinləşdirəcək. Sözləri tərcümə edərək öyrənməyin. Çalışın ki, onu sinonimi ilə öyrənəsiniz və elə yadınızda qalsın. Bu isə lap başdan başlayan tələbələrə uyğun deyil. Bu videonu izləyənlər arasında həm başdan başlayanlar, həm orta səviyyəli və yaxud yuxarı səviyyəli də izləyicilərim ola bilər deyə mən tərcüməni verəcəm. Ki, əgər lap sıfırdan başlamısınızsa da, sözlərin nə mənasına gəldiyini biləsiniz. Bir də oturub Google-dan tərcümə eləməyəsiniz. Teacher Ola, I got you covered. O iş bəndə. Deməli, bugün nə edirik? Birincisi, 20 söz öyrənəcəyik. Həmin 20 sözün həm tərcüməsini, həm definition'ını, yəni izahını, cümlədə necə işlədiləcəyini öyrənəcəyik. Və daha sonra ona aid çalışmalarımız olacaq. Çalışmaları edərkən mütləq saxlayın və özünüz cavabları yazın. Daha sonra cavablara baxın. Bəzi çalışmaların cavabını danışıq vaxtı, bəzilərini isə lap videonun sonunda qoyacağam. Oradan yoxlaya bilərsiniz. Amma önəmli faktor odur ki, dərsi öyrənərkən, videoya baxarkən əlinizdə bir kağız vərəq olsun və sözləri yazın, tərcüməsini qeyd edin ya da definition'ını qeyd edin. Bunun üçün bir app var. Həmin app'i bura yerləşdirəcəm. Üzərində tülkü şəkli olan vocabulary öyrənmək üçün bir app'dir. İstənilən app'i istifadə edə bilərsiniz. Söz öyrənərkən vacib məqamlardan biri onu davamlı olaraq təkrarlamaqdır. Təkrarlamaq üçün təbii ki, vərəqdən oxuyub təkrarlaya bilərsiniz. Bu sizdən asılıdır. Amma mən özümə işə yarayan bir versiya olaraq Duolingo'dan öyrəndiyimiz kimi Flashcard app'ini tövsiyə edirəm və Flashcard app'inin linkini də description'da qeyd edəcəm. Oradan yükləyə bilərsiniz. Öyrəndiyiniz sözləri oraya yazırsınız. Sözün həm özü, həm definitionu olur və daha sonra sözlər yığıldıqca siz onu təkrarlaya bilərsiniz. Avtobusda gedərkən, metroda gedərkən 5 dəqiqə vaxtınız olduqda təkrar etdikcə öyrənə biləcəksiniz. Sözü tez müddətdə öyrənməyin bir variantı yoxdur. Gəlin sizə belə bir misal verim. Məsəl üçün, yuxudan durdunuz, bir xəbəri bir dəfə gördünüz, keçdiniz. Axşam həmin xəbərin sizin yadınıza düşmə ehtimalı nə qədərdir? Məncə çox azdır. Amma siz həmin xəbəri səhər gördünüz, yolda qarşınıza bir də çıxdı, iş yoldaşınızdan təzədən eşitdiniz, axşam xəbərlərdə gördünüz və evdə bir də soruşdular ki, eşitdin, Myanmarda zəlzələ olub. Bu dəfələrlə təkrarlandıqdan sonra isə yadınızda daha yaxşı qalacaq. Dil öyrənmək də eyni ilə bunun kimidir. Həmin sözü bir dəfədən yadda saxlaya bilməzsiniz. Gərək dəfələrlə təkrarlansınız. Və bu bir gün ərzində deyil. Məsələn, bugün öyrəndiniz, həmin sözləri Flashcard app'inə yazdınız. Üzərindən 3 gün keçəndən sonra həmin Flashcard app'ında təkrarladınız. Sonra, məsələn, bir mətn oxudunuz, həmin mətnin içində həmin sözlər var və bu sözləri bilirsinizmi, bilmirsinizmi, özünüzü bir challenge eləyə bilərsiniz. Yadınızdan çıxıbsa təzədən qayıdırsınız Flashcard'a, onu təkrarlayırsınız. Üstündən bir həftə keçdikdən sonra bir də təkrarlayırsınız. Həmin sözlərə aid özünüzə uyğun şəkildə olan cümlələr qurursunuz. Bu çox önəmli faktdır. Özünüzə aid cümlələr mütləq qurmaq lazımdır. Əgər həmin cümlə özünüzə aidləşdirməsəz, özəlləşdirməsəz, personalized etməsəz, həmin söz yadınızdan çıxacaq. Çünki sizə danışıqda lazım olmayacaq bir sözdür deməkdir. Ona görə bugünün ilk tapşırığı sizlər üçün odur ki, dərsi tamamilə oxuyub bitirdikdən sonra oturursunuz, özünüz üçün həmin cümlələri, həmin sözləri cümlələrdə işlədirsiniz və əgər yoxlamağa bir adamınız yoxdursa,
Rəylərdə yaza bilərsiniz, kommentlərdə. Mən baxıb sizin üçün düzəlişlərinizi edəcəm. Bəs bugün necə edirik? Bugün 20 söz öyrənəcəyik, ona aid çalışmaları edirik. Çalışmaları saxlayırsınız, özünüz yazırsınız, sonra cavablara baxırsınız və ən son olaraq da bu 20 sözün istifadə edildiyi bir mətn var. Bu mətni 2 cür ələ almaq olar. 1, hətta 3 cür ələ almaq olar. Birincisi, tamamilə sıfırdan başlayırsınızsa, mətni dinləyərkən shadowing texnikasını uygulaya bilərsiniz. Shadowing texnikası nədir? Siz mətni dinləyirsiniz və orada yazıları görəcəksiniz. Mən hər cümləni oxuduqdan sonra saxlayın və təkrarlayın. Mənim tələffüzüm mükəmməl deyil. Təbii ki, bir native speaker deyiləm, ingilis deyiləm, Amerikan deyiləm. Amma bir ortalama ingilis dili müəlliminə görə neytral aksentim var və tələffüzüm doğrudur deyə düşünürəm. Səhv etmək variantım yoxdurmu? Əlbəttə ki, elə bir şey ola bilər. Mükəmməl deyiləm, amma məncə başlanğıc üçün əgər sıfırdan başlayırsınızsa, mən təkrarlasaz, çox da bir şey itirmiş olmayacaqsınız öyrənəcəyinizə və düzgün tələffüz edəcəyinizə ümid edirəm. Deməli, əgər sıfırdan başlayırsınızsa, sadəcə oxuyursunuz, dinləyirsiniz və məndən sonra cümləni yenidən özünüz tələffüz edirsiniz. İkinci, əgər sıfırdan başlamırsınızsa, siz az-çox başa düşürsünüz. Hər sözü sözbəsöz öyrənmək məcburiyyətində deyilsiniz. Artıq əlinizdə öyrəndiyimiz sözlər var və orada cümlələrdə istifadə ediləcəyini görəcəksiniz. Saxlaya bilərsiniz, həmin cümlənin nə mənaya gəldiyini düşünə bilərsiniz, təxmin edə bilərsiniz, təxmin üzərindən öyrənə bilərsiniz. Vacib deyil ki, sözbəsöz tərcümə edəsiniz, hamısını tərcümə edib yazasınız, ehtiyac yoxdur. Mən orta, yəni A2, B1 səviyyəsində olan tələbələrə tərcümədən kənara çıxmağı, sırf ingilis dilində düşünməyə çalışmağı məsləhət görürəm öz dərslərimdə də. Ona görə siz bu mətnə dəfələrlə qulaq asın və məzmununu başa düşməyə çalışın. %100 bilməsəz də olar, 50%, 60%, 70% bilsəz belə yaxşıdır. Sözləri öyrəndikdən sonra, məsələn, bir həftə sonra yenidən flashkartla məşğul olduqdan sonra yenidən gələcəksiniz videoya və yenidən həmin mətni bir daha oxuyacaqsınız və o zaman görəcəksiniz, sözlər yerinə daha çox oturmağa başlayır və belə-belə inkişaf gedəcək. Yəni, söz öyrənmək asan deyil, amma maraqlı şəkildə kontekstin içində öyrənirsiniz və onu flashkart olaraq davamlı təkrar edirsiniz və bir müddət keçdikdən sonra geriyə dönüb bir də oxuyursunuz. Beləliklə, bu beyninizə həkk olunacaq. Elə isə, gəlin başlayaq sözləri öyrənməyə, videoya keçək. Alright, let's start. Our first word is adventure. Adventure. An adventure is a fun or exciting thing that you do. Riding in the rough water was an adventure. Adventure macera deməkdir. Number 2. Approach. Approach. To approach something means to move close to it. Nəyəsə yaxınlaşmaq deməkdir. The boy approached his school. Number 3. Carefully. Carefully. Carefully means with great attention, especially to detail or safety. The baby carefully climbed down the stairs. Carefully, diqqətlə deməkdir. Chemical. A chemical is something that scientists use in chemistry. The scientist mixed the chemicals. Yəni, chemical kimyəvi maddələr deməkdir. Növbəti sözümüz create. To create means to make something new. She created an igloo from blocks of snow. Nəysə yaratmaq, düzəltmək, hazırlamaq. O qardan igloo düzəltdi. Evil. Evil describes something or someone bad or cruel, not good. The evil figure scared us all. Evil yaxşı olmayan, pis deməkdir, şeytani deməkdir.
Növbəti söz experiment. Experiment. An experiment is a test that you do to see what will happen. The student did an experiment in science class. Tələbə elm dərsində eksperiment etdi. Kill. To kill someone or something is to make them die. I guess you know it. I killed the fly with a fly swatter. I killed the fly with a fly swatter. Laboratory. A laboratory is a room where a scientist works. My mother works in a laboratory. Laboratoria. Laugh. Laugh gülmək deməkdir. Laugh is the sound made when someone is happy or a funny things occur. Funny things occurs. Yeah. Laugh is the sound made when someone is happy or a funny thing occurs. The sound of their laugh filled the room. Onların gülüş səsi otağı doldurdu. Keçirik növbəti 10 sözə. Loud. If a sound is loud, it is strong and very easy to hear. The man's voice was so loud that we all could hear him. Kişinin səsi o qədər güclü idi ki, biz hamımız eşitdik. Loud yüksək səslə deməkdir. Nervous. Nervous. When a person is nervous, they think something bad will happen. The boy became nervous when he heard the news. Nervous, narahatlıq keçirməkdir. Pis bir şeyin baş verəcəyini düşünəndə belə narahatlıq hissi gəlir. Həmin hissə deyilir. Olan bu xəbəri eşidəndə çox narahat oldu. Noise. Noise is an unpleasant sound. Noise, rahatsız edici səsdir. The crying baby made a loud noise. Project. A project is a type of work that you do for school or a job. His afternoon work project was to paint the room green. Project. Scare. Scare feildir, qorxutmaq deməkdir. To scare someone is to make them feel afraid. My uncle was scared by what he saw in the room. Secret. A secret is something that you do not tell other people. The two boys were sharing a secret. Shout. Shout, qışqırmaq deməkdir. Kimin sözünə qışqırmaq. Nəysə yüksək səslə demək. My boss shouted at me because I was late for work. Hamımızın başına gəlib bu yəqin. Smell. To smell something means you use your nose to sense it. Nəysə iyləmək, qoxlamaq deməkdir. Smell. The two friends smelled the flower. The two friends smelled the flower. Terrible. Dəhşətli. If something is terrible, it's very bad. The way he treated his classmate was terrible. Worse. If something is worse, it is of poorer quality than another thing. Worse, badin comparison formasıdır. Yəni daha pis deməkdir. İki şey müqayisə edəndə bundan istifadə edirik. Business was worse this month than last month. Business bu ay keçən aya nisbətən daha pis idi. Belə, bu 20 sözü öyrəndikdən sonra bizim burada çalışmalarımız var. Videonu burada saxlayaraq çalışmaya baxa və cavablarınızı seçə bilərsiniz. Dərsin sonunda cavabları sizə göstərəcəm. Çalışma 1-də
İki uyğun sözü seçməlisiniz. Videonu saxlayaraq seçin. Çalışma 1-də öyrəndiyimiz sözlərin yenidən cümlədə istifadə edəcəyik. Sözlərin əvvəli verilib, baxaraq bunları yenidən yaza, cümlələri oxuya və özünüz üçün tərcümə edib anlamağa çalışa bilərsiniz. Çalışma 2. Bu çalışmanı da saxlayaraq öz cavablarınızı seçin. Sözləri necə doğru istifadə etmək olar, onu öyrənirik burada. Gəlin bunu birlikdə eləyək. Number 1. When the jar hit the floor, it made a very loud sound or it shouted on the ground. Sizcə hansıdır? Əgər cavabınız A-dırsa, təbrik edirəm. A doğrudur. Jar banka deməkdir. Banka yerə düşəndə çox yüksək səs çıxardı. Number 2. When the sun went down, it was scared. Or B. The woods looked evil. Sizcə hansıdır? Günəş batanda o qorxdu, meşə qorxulu göründü. Bəli, cavab B-dir. To test his idea, the scientist went on an adventure, did an experiment. Sizcə hansıdır? Fikrini test etmək üçün the scientist did an experiment is a correct answer. Congratulations if you choose B. Number 4. Your phone will not work. Someone kills the window if you don't carefully pay attention to your power supply. And here we go again. B is the correct answer. The dog seemed unhappy when A. I approached it. B. It created me. The dog seemed unhappy when I approached it is the correct answer. Alex likes his class because he gets to do fun projects, be a laboratory. Alex dərsini xoşlayır çünki o laboratoriya olur, to be. Yaxsa Alex dərslərini xoşlayır çünki o maraqlı proyektləridir. Of course, the answer is A. He gets to do fun projects. Here we go. Highlight the correct answer. What's wrong with your hair? It's a chemical. It looks terrible. The answer is B. It looks terrible. Number 8, she's quite funny. We always laugh at her jokes. Or don't tell me your secret. We always don't tell me your secrets. It doesn't sound right. We always laugh at her jokes. O gülməlidir. Biz onun zarafatlarına gülürük. Did you hear that? I just made it worse. There was a noise. Did you hear that? Eşitdin?
Mən onu daha pis elədim ya da oradan səs gəldi. Və cavabımız B idi. I have a very important test tomorrow. I'm nervous. I will smell it. Mənim çox əhəmiyyətli testim var sabah. Mən onu qoxlayacağam ya da mən narahatam. Əgər A-nı seçdinizsə, doğru seçdiniz. Ümid edirəm ki, bu çalışmaları mənimlə birlikdə etdiniz və bugün sözləri öyrəndiniz. İndi isə biz hekayə oxuyacağıq. Hekayəyə keçməzdən əvvəl istəyirəm əvvəlcə sizlərlə danışım ki, hekayəni niyə oxuyuruq və necə oxuyuruq. Növbəti səhifədə oxuyacağım hekayədə bugün öyrəndiyimiz 20 söz də var. Təbii ki, bu sözlər hələ hamısını yadınızda saxlamaya bilərsiniz və hekayəni tam olaraq anlamaya bilərsiniz. Əgər siz lap sıfırdan başlayırsınızsa, o zaman tövsiyə edirəm ki, sadəcə dinləyəsiniz və baxasınız yazılara, tələffüzün necə olduğunu biləsiniz. Əgər müəyyən qədər səviyyəniz varsa, A2, B1 səviyyəsindəsinizsə, o zaman biraz çətinliklə də olsa anlayacaqsınız. Dəfələrlə qulaq asmağınızı sizə tövsiyə edirəm. Sonra sözləri qarşılaşdıraraq məzmununu anlamağı tövsiyə edirəm. Mətni tərcümə etməyəcəm, amma siz tərcümə edib özünüz mənə rəylərdə yaza bilərsiniz. Sizi cavablandıracağım ki, doğru tərcümə etmisiniz, yoxsa səhv. Elə isə gəlin başlayaq oxumağa. Bugünkü hekayəmizin adı Laboratoriyadır. Mətni oxuyarkən düzgün tələffüz etmək üçün ağzıma baxaraq doğru formada səsləndirməyə çalışa bilərsiniz sizdə. Və shadow texnik adlanır ingilis dilində bu. Yəni kölgə texnikası ilə məndən sonra təkrar edərək tələffüzünüzü inkişaf elətdirə bilərsiniz. Hazırsınızsa başlayaq. The laboratory. Mia's father had a laboratory, but she had no idea what was in it. Her dad always closed and locked the door when he went in. She knew that he used to do projects for work. He never told Mia what these projects were. One night, Mia approached the door to the library. She stopped and thought, I wonder what crazy experiment he's doing now. Suddenly, she heard a loud noise. It sounded like an evil laugh. Ha 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 ha. The noise scared her, so she walked quickly back to her room. The next night, her friend Liz came to her house. When Liz arrived, Mia told her about the night before. It was terrible, she said. Why don't we see what's in there? Liz asked. It will be a fun adventure. Mia felt nervous about going into her father's laboratory, but she agreed. As always, the door was locked. They waited until Mia's father left the laboratory to eat dinner. He didn't lock the door, Liz said. Let's go. The laboratory was dark. The girls walked down the stairs carefully. Mia smelled strange chemicals. What a terrible thing was her father creating. Suddenly, they heard an evil laugh. It was even worse than the one Mia heard the night before. What if a monster was going to kill them? Mia had to do something.
She shouted for help. Help! Help! Mia's father ran into the room and turned on the lights. Oh no, he said. You must have learned my secret. Your monster tried to kill us, Mia said. Monster? He asked. You mean this? He had a pretty doll in his hands. The doll laughed. The laugh didn't sound so evil anymore. I made this for your birthday. I wanted to give it to you then, but you can have it now. I hope you like it. So, here's our story. Let me know in the comments what do you think it was about, how did you learn it, and did you like it or not? Bəli dostlar, artıq videonu bitirdiniz. Təbrik edirəm. Ümid edirəm ki, maraqlı oldu. Yeni sözlər, ifadələr öyrəndiniz və bildiyiniz sözləri necə istifadə etmək olur, onları da gördünüz. Ümid edirəm ki, çalışmaları da yerinə yetirərsiniz və cümlələrinizi yazarsınız və kommentlərdə mənə bildirin ki, bu dərsin üçün faydalı oldumu, nə öyrəndiniz və növbəti dərsdə nə görmək istəyirsiniz. Teacher Olyanı izləyirdiniz. Gələn görüşlərə dək sağ olun, salamat qalın.